Gəlin bir yerdə aldıqlarıma baxın. Burada zakazlarım da var, mağazadan aldıqlarım da. Birinci gəlin zakaz etdiklərimə baxaq. Burada çoxu hədiyyəlikdir. Gəlin başlayaq. Birinci bu qolbaqlardan başlayayım. Qızın səhifəsini etiketləyəcəm. Çox, amma çox ucuz satır. Reklam falan deyil, yəni sadəcə qızı tanıyıram, tələbədir. Dəstək olmaq istəsəz, yəni bilirəm ki, hər kəs aksesuarlardan istifadə edir. Çox sərfəli qiymət əldə edərsiniz, həm də bir tələbə qıza xeyri vermiş olarsınız. Baxın, bu qolbağı göstərim. Bunun qırmızısını almışdım. Dedim, qara rəngi də məndə olsun. Göstərim indi. Aha, bağladım. Baxın, çox qəşəngdir. Gördünüz, sadəcə və sadəcə 3 manat əldə eləmişəm. Görürsünüz. Bunu bacım alıb 1.50-yə. Amma mənim bu daha çox xoşuma gəlir, daha səliqəlidir. Baxın, çox qəşəngdir. Bunlar belə çıxartmayacağım, qolumda qalsın. Sonra bu 2 ədəd sırğa. Baxın, 5 manatdan yuxarı deyil heç birinin qiyməti. Dəqiq qiyməti demirəm, çünki o da kimdənsə asılıdır, qiymət oynayır. Sonra mən yalancı vəziyyətə düşməyim. Yəni qiymətləri 5 manata qədərdir. Baxın, çox qəşəngdilər hər ikisi. Bunlar hədiyyəlikdilər. Rəngləri də mövcuddur bunların. Sonra bir dənə üzük. Baxın, hətta mən çıxartmışdım bayaq. Məndə olan bu üzükdən qardaşım zakaz edib bunu. Çox qəşəngdir, görürsünüz, parlamaq falan. Bu arada qaralmır heç birində, yəni qaralma yoxdur. Ayağımda xalxal var, onu da həmin qızdan almışam. 1 ayda artıq almışam. Aldığım gündən də ayağımdadır, heç nə də olmur. Dəniz suyunda belə heç bir şey olmadı rənginə. Sonra bir dənə belə xalxalımız var. Buna xalxal nədir? Şahməranımız var. Bunu çıxartmayacağım. Hədiyyəlikdir dediyim kimi, belə göstərim. Yenə açım bu rəng hissəsini. Çevrilib. Açam, bu əldən baxın. Bu yonca bilirsiniz ki, indi dəbdir, elə barmağımdan da görürsünüz. Və hərəsi bir rəngdədir, çox gözəldirlər. Görürsünüz. Belə. Bunları hətta birlikdə paketləyəcəyik. Keçək buna. Bunu o qədər bəyəndim qızlar, o qədər gözəldir. Göstərəcəm indi. İncə bir şey taxan xanımlar üçün. Baxın, bu sepidir. Mən çox yerdən zakaz eləmişəm, onlayn şəkildə. Bu sepi göndərmirlər. Amma buna baxın, sepdə daxildir. Görürsünüz. Bu üzüydür, bu standart ölçüdür, 18. Çox gözəl, incə bir dəstdir. Bu isə sırğalarıdır. Görürsünüz. İncə bir şeylərdir. Bu isə mənim anamın hədiyyəsidir. Anamın ad günüdür və onun üçün almışam. Baxın, necə gözəldir. Deməli, baxırdım, bunun səpi paketdə qalıb, böyük paketdə. Onu götürdüm. Bayaq baxdım.
Hayır, daha su ayrı-ayrıydı da. İkisinin de sepi ayrıydı bu klonlardan. O digərini də taxdım. Sonra bunu nədənsə çıxarıb qoydum bloka. Ben göstərim sizə. Görün necə gözəldir. Qiyməti də o qədər münasibdir ki, baxın. Yaşlı insanların əksəriyyəti iynə sırğa taxa bilmir. Belə taxırlar. Mənim anam da iynə sırğalardan zəhləsi belə taxır. Əslində belə daha rahatdır. İynə adamın qulağını tez yorur. Baxın. Necə gözəldir. Mənim yaşıma uyğun olsa vallahi mən taxaram. Baxın. Çox gözəldir. Hətta bunu belə söndürür də. Möhtəşəm. İndi bunların hamısını sizə göstərdim, aksiyonları. Keçək marketdən aldıqlarıma, öz aldıqlarıma. Burada təbii ki qutular görəcəksiniz. Bir dənə belə qutu almışam. Çox qəşəngdir bu. Hediyeləri yığmaq üçün belə gözəl bir qutu aldım. Samanım da var. Bunu da içine saman bir yerde dolduracağıq, bir yerde hazırlayacağıq. Bir dənə də belə bir qutu almışam. Buna da anamın aksesuarlarını yığacağım. Anam üçün aldığım. Hamısını qırmızı almışam. Bir dənə belə yine bir paçet almışam. Kırmızı renkte. Bu kutu için, bunu içine koymak için. Bu kutu neyse, valla buna hediye bundan olmuşam. Deməli, bu kutunun başka rengini ucunu aldım. Bu hediyeleri koymak üzereydi. Görüm hani yarışacak, hani təhər yarışır. Aa, əla yarışır. Qəşəng. Aslında renk harmoniyasına göre bu daha yaxşıdır. Bu ikisini. Bunu bunun içerisine koyacağım. Belə qalsın bıraq da. Keçək digərlərinə. Sonra anamın ad günü üçün bu şamlardan aldım. Tortu da bardovu renkdə zakaz eləmişəm. Şamları da dedim belə alım. Sonra gəlib çatdırıq artıq sona. Özümə belə bir göstərim. Saç üçün broş almışam. Sanki heç yoxumdur. Çox gözəldir. Buna baxın. Hayda, bu ama yapışkanı kopup. Neyse, silikon kleyim var, kleylerim. Hayda, necə gözəldir. Necə də möhkəm yapışdırıblar. Bir dəqiqə, yox. Burada belə bir şey var. 100% bir yapışkandır. Bunu özüm yapıştırmalıyım ama mən kleyle yapışdıracağım ki daha möhkəm olsun. Aslında belə də olar. Bu daha yaxşıdır. Belə sadə bir şeyim yox idi. Bunlar gözəldilər. Sonra sona 2 dənə əşya qaldı. Bir dənə belə flok aldım. Açarlarımı asmaq üçün. Buna baxın.
Necə şirindir. Çok güzeldir. Belə. Çantada falan da mən açarları itirirəm, tapa bilmirəm. Belə bir şey olanda rahat tapmaq olur. Sonra isə bir dənə daraq qaldı. Mənim bu daraqdan varım idi, pəmbə rəngi görmüşdünüz. O bu gün durduğu yerdə qırıldı, bilmədim necə oldu. Sadəcə götürüb saçımı daramaq istəyəndə əlimdə çatladı, buradan töküldü. Və o stol lavabolu idi, mən onu sevmirdim, mən lavabonu sevmirəm. Bunu gördüm bu gün, dedim elə hər şeydə bir xeyir var. Baxın, saçı qəşəng darıyır. Arxası isə belə. Aldıqlarım da, sifarişlərim də bu qədər. Heç bir şey qalmadı. İndi gedək bunları bir yerdə paketləyək və aparaq sahiblərinə. Belə, getdik. Üzüyü yerləşdiririk. Baxın. Çox gözəl oldu. Qapağını bağlayırıq. Əlimizdə 2 dənə kutu seçeneği var. Bir budur, bir də budur. Bunları düşünürəm ki, bu daha yaxşı gedir. Çünki bunu da nəzərə alaq ki, bizim bu hədiyyəni paketləməyimiz lazımdır. Bununla da yox, bunun rəng uyumu daha yaxşıdır. Ona görə də gəlin birlikdə hazırlaşaq. Mən istəmədim hara gedirəm. Deməli, anamın iş yoldaşı var. Onun qızı ilə də biz paralel oxumuşuq da, yəni bir-birimizdən belə əlaqəmiz falan var. O bizə gəlmişdi, mən xəstəxanadan çıxandan sonra. Yaydı, anaya dedim, adamın ürəyi sıxılır da, burada da gedəcək çox yerimiz yoxdur. Dedimcə bir gün deyək, gedək onlara da, həm oturaq söhbət eləyək, sevdiyimiz insanlardır. Yəni o qədər də səmimidirlər hər ikisi də. Yəni sevirəm onları, çox istəyirəm həqiqətən də. Dedik, onlar da elə ana bala sanki bunu gözləyirlərmiş. Dedim onda imtahan vaxtı, dedim onda ikimiz də imtahanlarımızı verək, bitirək, bütün məsuliyyətlərimizdən qutaraq. Ondan sonra şeyləri görüşərik. İndi bu gün də o gündür. Gedirik onlara. Biraz bəzənmək istəyirəm. Necə vaxt makyaj eləmirəm axı, harda? Bir ayda artıq mən makyaj eləmirəm. Dərimdə mənim heç bir fərq yoxdur. Yəni mən makyaj eləyəndə də dərimə ucuz şeylər istifadə eləmirəm. Həm də ki, mənim dərimdə problem yoxdur da, yəni. İndi səhərə bu boyda pürşük çıxacaq. Ona görə mən makyaj sadəcə elə belə eləyirəm. Dünən tuj vurmuşdum, üzümün yanında gördüm. Üzümün yanında səhər gördüm ki, gözümün altı qapqaradır. Birdən alma gəl çox, mən tuj vurmuşdum dünən. Ona görə yağını sildim. Bu arada Faberlic'in bu yağı, üzümü jeli daha doğrusu
Çox qəşəngdir. Dəridəki ton bərabərsizliyini filan götürürdüm. Mənim dərimə baxın. Mənim dərimdə bir ara çox ton bərabərsizliyi var idi. Buram qırmızı idi, buram qırmızı. Qəribə bir hal almışdı dərim. Çox da istifadə eləməmişəm, amma bir-iki dəfə makyajdan sonra. Amma fərqini görürəm, nə yaxşıdır. Oy. Havanın ürəyindən hamı paylaşır ki, 40 dərəcə olacaq, nə bilim nə olacaq, heç nə də yoxdur. Mən telefonuma inanıram valla. Telefonumda nə göstərsə o. Böyük dənizə də gedəmədik, artıq avqust çatır. Nəsə heç həvəsim yox deyə valla. Qəribə görünür. Həmin getdiyimiz gün dənizdə boğulmuşdu bir nəfər. Allah heç kimə yaşatmasın. Deyəsən özü də tək idi buzovna. Biz buzovnaya gedirik gedəndə. Bilgəhə də gedirik normalda. Yəni bizə buzovna da Bilgəhdə yaxındır. Hətta deyərdim Bilgəh daha yaxındır. Amma nəsə Bilgəni sevmirəm. Oradan şəhərdən gələnlər falan çox olur. Ümumiyyətlə çox adam olur da. Ona görə nəsə oranı qədər sevmirəm. Biz buzovnaya gedirik. Orada bir nəfər boğulmuşdu. Bilmirəm tək gəlmişdi, yəni necə. Təsəvvür edin ki, heç kim yox idi. Sadəcə adamlar topalaşmışdı. Yaxınlarına heç kim yox idi. Allah heç kimə göstərməsin. Həqiqətən də bədbəxtlikdir. İndi onun yazıq evdəkilər də həvəslə onu gözləyir ki, indi bəlkə də yemək bişirib gözləyirlər ki, gələcək. Bu yazıqdır da orada gedib. Allah heç kimə göstərməsin. Mən çünki dəniz çox şeydir. Getdiyin anda buzovunda təsəvvür edin ki, qabaq hissəm aşağıdır. Gedirsən, dənizin ortasında çıxırsan yuxarı. Dübbələm düzdür. Yəni bir qəribədir. Amma onu deyim ki, sonradan heç yerdə xəbər çıxmadı. Vallahi TikTokda falan normalda paylaşırlar axı dənizdə boğulanları da. Heç xəbər, özüm axtarıb baxmışdım. Ki görüm hələ onun axırı nə oldu da. Amma yenə də bir şey çıxmamışdı. Sadəcə bir nəfər paylaşmışdı. O da 100% dənizdə olanlardan idi. İnsanın başına nə gəlirsə öz məsuliyyətsizliyindən gəlir. Mən xəstəxanaya gedəndə, yəni o vəziyyətdə olanda mən anamcıl çox dedilər ki, get. Dedim, əşi, normaldır, hamiləlikdə şişirsən, imtihana hazırlaşıram, bütün gün otururam. Hər nəsə də, amma axırı ki, düzdür, həkimin günahı idi. Mən nə bilə bilərdim ki, həkimin günahı idi, onlar hamısı, Allah onu bildiyi kimi eləsin. Mən yenə də getməmişdim. Sadəcə dediyim kimi imtahanlara hazırlaşırdım. Oturmuşdum da, yəni təsəvvür edin ki, bütün günün saat 6-dan yola çıxan adam saat axşama qədər otururdum kompüterin qabağında, imtihana hazırlaşırdım. Həkimə getdim, Tupoy həkimim də təsdiqlədi. Da görmür ki, bu şiş oturmaq şişi deyil bala, sən nə gündəsən? Yaxşı, mən dedim təsdiqlədi, yoxsa qalmışdı belə ki, görürsən mən buna nə deyim? Neyse, əsəblərim pozuldu yenə. Biraz gözümün üstünə tem vurum. Deyim ki, neçə vaxtda makyaj eləmirəm deyə. Əslində sev. Highlighterım var. İçinə highlighterım var. Biri çox rənglidir. Biri də ki, o ten paletin içindədir. Əlimin ayarı qaçdı yenə. Allah'ım, ne oldu? Deyəsəm mən o siləsi olacam dostlar.
Çünki hələ indidən başladım tərləməyə. Neyse, bir şişə zat etdim, silərim. Belə. Ay. Bunu vuracağım Faberlic'in. Növbəti gündən hər kəsə salam. Dünən qonaqlığımız o qədər gözəl keçdi ki, inanırsınız ki, heç yadıma düşmür ki, telefonu götürüm, nəsə çəkim. Maraqlı yedik, içdik, dedik, güldük. Artıq saat 7-8 arası olardı ki, biz evə gəlmişdik. Bugün anamın ad günüdür. Bugün də işlərim çoxdur. Yemək yedim, ev işlərini gördüm. Getdim kursdan, qeydiyyatdan keçməyə. Buradan anamın hədiyyələrini görürsünüz. Mən ingilis dili kursundan qeydiyyatdan keçməyə getmişdim. Həm də ümumi ab-hava ilə tanış olmaq üçün getdim. Həm tortu götürdüm, nə bilim, işlərim çox idi həmin günü. Dolu-dolu bir gün keçirdik. Getdim ingilis dilinin qeydiyyata düşdüm. İnşallah ki, dili öyrənə bilərəm. Görək elə axırı inşallah xeyir olar. Və başladıq süfrəni də düzəltməyə. Bacım da məndən idi, o çox yorulmuşdu, ona görə süfrəni tək elədim. Pomidor falan doğradıq, kebab çəkmişdi ata. Bundan biraz qabaq qardaşımın ad günüydü, orada aş falan yemişdik deyə. Bu dəfə anamın ad günündə kebab elədik, bildirçin kebab eləmişdik. Bilirsiniz ki, özümüzün bildirçinlərimiz var. Onlardan kəsmişdik, kebab eləmişdik. Dadı çox gözəl olur. Mən normalda toyuqdan başqa heç bir quş növünün ətini yemirəm. Amma bunun dadını çox sevdim. Belə, sonra keçdim qabları yumağa. Fərqi yoxdur, öz evimdə ya anagildə nəsə məclis olanda çalışırıq ki, qabları yuyaq bitirək, sabaha qalmasın. İnansız hələ adi normalda evimizdə olanda 2 nəfərin yediyi yeməyi belə mən səhərə saxlamıram qabları. Səhərki enerjimi qab yumaqla korlamaq istəmirəm çünki. Belə keçirik tortu kəsməyə. Tortumuzu bu səfər adi bir mağazadan aldıq, xüsusi hazırlatdırmadıq. Vloqum bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Like etməyi unutmayın. Sağ olun.